tanımadı. Ondan telefon bağlantısı biz qurduq. Amma elə bildim ki, illərdir mən o insanı tanıyıram. Bir böyük qardaş kimi qəlbimdə bir məhəbbət yarandı, sevgi yarandı. O da mənim el oğlumdur. Elə təxəllüsü də el oğludur. Səhnələrə yaraşan öz gözəl ifaları ilə əsl sənət təbliğ etdirən, nümayiş etdirən mənim el oğlum, Ağstafalım, Oktay Eloğlunu dəvət edirəm öz ifasıyla. Hoş gəldiniz, sabahınız xeyir. Sen iller harata nasipsen ömür harata nasipsen iller harata nasipsen ömür harata nasipsen. Sen iller harata nasipsen ömür harata nasipsen iller harata nasipsen ömür harata nasipsen. Sen iller harata nasipsen ömür harata nasipsen iller harata nasipsen ömür harata nasipsen ömür harata nasipsen. Bravo, sabahınız xeyir. Sabahınız xeyir olsun mənim əziz bacım, dəyərli bacım, hər iki həmyerlilərim. Mən cümlə ekran qarşısında əyləşən bütün tamaşaçılarımıza sabahın xeyir olsun deyirəm. Hər zaman sabahları nur içində asılsın. Çox sağ olun ki, Günay xanım bu günləri, bu dəyərli verilişinizə bizi də kənarda qoymamışsınız, bizi dəvət eləmişsiniz. Biz də çalışacağıq ki, bugün bu gözəl verilişdə gözəl musiqilərimizlə
dəyərli tamaşaçılarımızı Feyziya bilə qəlbinə oxşayaq.